müəllim, tarix boyunca insanlar əxlaq dediyimiz anlayışa müəyyən təriflər vermişdirlər və hər mütəfəkkir bu əxlaq sözünü fərqli şəkildə açıqlamağa çalışmış, fərqli qaydalar üzərində təməl edildiyini, bina edildiyini əxlaq prinsipinin vurğulamışdırlar. Məhz əxlaq prinsipinə, əxlaq anlayışına İslamın baxışı haqda danışmağınızı istəyirəm. Çox sağ olun Araz müəllim. Allah razı olsun əvvəla bir daha məni Minbər TV-yə dəvət etdiyinizə görə. Bəli, əxlaq həqiqətən Araz müəllim çox önəmlidir. Hətta mən deyərdim ki, mühümlərin də mühümüdür, ən əhəmiyyətlisidir. Yəni əxlaqı olmayanın dini də olmaz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, iman və həya bir-birinə bağlıdır. Biri gedərsə, digəri də gedər. İman və həya bir-birinə bağlıdır, biri gedərsə, digəri də gedər. Həya burada artıq əxlaqı təmsil edir. Həyası olmayan imanı da olmaz. İmanı olmayan həyası da olmaz. Biri gedərsə, digəri də gedər. Bu nöqteyi nəzərdən əxlaq çox mühümdür, önəmlidir. Əxlaqı olmayanın dini olmaz. İslamın gəlməsinin bir səbəbi də cəmiyyəti əxlaqlı etməsi üçün İslam gəlibdir. Bir məqsədi də İslamın buydu. Misal üçün, Uca Allah Quran-Kərimdə buyurur ki, İnnəs-salətə tənhə anil fəhşəi vəl-munkər. Namaz çirkin və pis işlərdən çəkindirər. Yəni, sizin qıldığınız namaz əslində sizi çirkin və pis işlərdən çəkindirməlidir. Elə bir namaz qılmalısınız ki, əxlaqlı olmalısınız. Əxlaqlı olmaq üçün namaz qılmaq lazımdır. Bu mənada namaz əxlaqlı olmaq üçün bir vasitədir. Namaz əsl məqsəd deyil. Namaz doğrudur, fərzdir. Namaz Allahın bizə əmridir. Hər bir müsəlman namaz qılmaq məcburiyyətindədir, vacibdir. Bu öz yerində. Amma namaz qılmaqda məqsəd quru-quru yalnız əyilib qalxmaq deyil. Bu idman olmuş olur o zaman, bu ritualdan ibarət olmuş olur. Namaz sizi çirkin və pis işlərdən çəkindirər, çəkindirməlidir. Elə bir namaz qılın ki, o sizin qıldığınız namaz sizi çirkin və pis işlərdən çəkindirsin. Əks halda, quru-quru qılınan bir namazın heç bir dəyəri yoxdur Allah katında. Təsəvvür edin ki, bir insan namaz qılır, misal üçün, əyilib qalxır. Namazın bütün şərtlərinə riayət edir, 12 fərzinin hamısına riayət edir. Dəst namazını da alır, qusursuz heç bir zaman ayağını yerə basmaz, belə deyək. Yəni, bu şərtləri hamısını riayət edir, amma qul haqlarına riayət etmir. Misal verirəm. Bu, belə bir müsəlmanı istəmir Allah-u Teala. Yəni, məqsəd bu deyil. Namaz, belə deyim də, Araz müəllim, namaz Allahın haqqıdır. Bir var Allah haqqı, Allahın haqqı, bir var qulun haqqı, qul haqqı. Namaz qılmaq Allahın haqqıdır, oruç tutmaq Allahın haqqıdır, digər ibadətlər Allahın haqqıdır. Xüsusilə namazı burada misal vermək istəyirəm. Yəni, Allah-u Teala demir ki, ey mənim qulum, yalnız mənim haqqıma riayət edin, yəni namaz qılın, qul haqqına riayət etməyin. Baxın, hər ikisi önəmlidir. Həm Allahın haqqına riayət edəcəyik, yəni namaz qılacağıq, həm də qulun haqqına, qul haqqına riayət edəcəyik. Bəlkə Allah dilərsə, öz haqqını bağışlayar. Amma qul haqqına girəriksə, namaz qıla-qıla, o haqqına girdiyimiz şəxs ancaq bizə halallıq verməlidir. Əks halda bizim halallaşma, belə deyək, bağışlanma ehtimalımız sıfırdır. Allah-u Teala o haqqı ona verib. Kimin haqqına girmişiksə, o ancaq bizə halallıq verər. O zaman biz bağışlanmış olarıq. O zaman Allahın istədiyi müəyyən bir mərtəbəyə gəlib çatmış olarıq. Demək istədiyim nədir? Bəzi müsəlmanlar var ki, çox təəssüflər olsun ki, yalnız Allahın haqqına riayət etməyə çalışırlar, ətrafdakı insanları unudurlar. Namaz qılırlar, amma qul haqqına riayət etmirlər. Baxın, bugün bəzi müsəlmanlar çox təəssüflər olsun ki, donuz əti haramdır deyə yeməzlər, amma qul haqqı yeyərlər. Səhərdən axşama kimi oruç tutub az qalarlar, heç nə yeməzlər, amma yetim haqqı yeyərlər. Belə deyək, cəmaat namazına diqqət edərlər, amma cəmaatın haqlarına diqqət etməzlər. Quran-Kərimdə belə bir ayə var. Vəylul likulli huməzətin luməzə. Üzdə tənə vurub dalda qeybət edən hər kəsin vay halına. Bu ayəni bir çox müsəlmanlar əzbərə bilir. Bəzən namazlarında belə oxuyarlar, amma müsəlmanların qeybətini edərlər. Müsəlmanların üzünə gülüb arxasınca danışarlar. Həmin o ayəni bəlkə namazlarında belə oxuyar bu şəxslər. Bax, Allah belə bir müsəlmanı bizdən istəmir. Bu, belə deyək, quru-quru yalnız namaz qılan bir müsəlman ortaya çıxmış olur o zaman. O zaman o qıldığımız namaz ritualdan ibarət olmuş olur. Başqa heç tərəfə keçmir. Ritualdan o tərəfə keçmir. Biz yalnız idman etmiş oluruq. Əgər namaz qıla-qıla qul haqlarına riayət etmiriksə, əxlaqımız yoxdursa, əxlaq yoxdursa, yalnız ibadətlə məşğul oluruq. Əxlaqımız yoxdursa, belə bir müsəlmanı Allah bizdən istəmir. Belə bir qul istəmir bizdən Allah-u Teala.